Bu film Fərman Kərimzadənin romanı əsasında ekranlaşdırılıb. Filmdəki hadisələr Sovet hakimiyyətinin qurulduğu ilk illərə təsadüf edir. Başrolların ifaçıları Həsən Məmmədov və Adil İskəndərov 5-ci Müttifaq kinofestivalında ən yaxşı kişi rollarına görə mükafata layiq görülüblər. Söhbət hansı filmdən gedir? Axırıncı aşırım. Bu düzgün cavabdır. Vüqar. Ömrün səhifələri adlı bu filmə daxil olan ikinci novella Baldadaşın ilk məhəbbəti. Üçüncü novella Nəğmə dərsi adlanır. Birinci novellada isə bir küçədə qoyulmuş iki pivə köşkünün satıcıları arasında rəqabətdən bəhs olunur. Fazil Salayev və Eldəniz Zeynalovun başrolda çəkildikləri həmin novellanın adı nədir? Qonşular. Bu düzgün cavab deyil, düzgün cavab rəqiblər. Səid. İngiltərənin dövlət xadimlərindən biri ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. Amerika Birləşmiş Ştatlarının ilk fəxri vətəndaşı adlandırılan həmin siyasi xadimin adı və soyadı nədir? Winston Churchill. Bu düzgün cavabdır. Vüqar. İtaliyada faşist partiyasının rəhbəri olan bu şəxsi Piccolo Duce, yəni kiçik rəhbər adlandırırdılar. O, İkinci Dünya müharibəsinin iştirakçısı olub. Partizanların əlinə keçərək hərbi tribunalın hökmü ilə güllələnib. Sonra Milana gətirilərək verdiyi işgəncələrin rəmzi olaraq başı aşağı asılıb. Bu siyasətçinin adı və soyadı nədir? Mussolini. Bu düzgün cavabdır. Səid. Milyon il bundan əvvəldən bugünə kimi bu balıq okeanın hökümdarı sayılır. Rəsmi statistikaya görə hər il onun hücumundan 30-35 nəfər həlak olur. Ondan qorunmaq üçün ilk dalğıc qəfəsini Jacques-Yves Cousteau düzəldib. Onun dərisindən Yaponlar bıçaq dəstəyi üçün üzlük düzəldirlər. Bu canlının adı nədir? Akula. Bu düzgün cavabdır. Vüqar. Qış yuxusuna gedən bu məməli heyvan əsasən gecə həyat tərzi keçirir. Onun çəkisi 1 kiloqrama, uzunluğu isə 30 santimetrə qədərdir. Dərisinin altındakı əzələsi yığıldıqda bədəni şar kimi yumrulanır. Həşəratlarla qidalanan bu qonur rəngli canlı hətta ilanı da yeyir. Cizgi filmlərində ağıllı və xeyrxalq kimi təsvir olunan bu heyvanın adı nədir? Soğuk. Bu düzgün cavab deyil, düzgün cavab kirpi. Səid, əgər siz bu suala düzgün cavab versəz, siz qalibsiz. Məşhur özbək ifaçısı Fəruq Zakirovun 30 il əvvəl yaratdığı Daşkənd Teatr İnstitutunun və konservatoriyanın tələbələrindən ibarət qrup Üç Quyu, Şərq Ulduzu və başqa mahnıları ilə dinləyicilərin ürəklərini fəth etmişdi. Bugün də Özbəkistanın fəxri sayılan bu qrupun adı nədir? Yallah. Bu düzgün cavabdır.